Elit evlə aksaksı və kirayəsi. Əziz izləyicilərimiz, gördüyünüz kimi bax, bu qoşa çınar deyirlər. Əvvəllər deyirdilər. Keçmişlərdə bu çınarın yanında kim ev olursa, uğurlu olur həmişə deyirlər. Belə bir yaşıllığın bax, girişində, belə bir küçəsində görürsünüz. Bir evimiz var, 3 otaqlı. İnşallah onu sizə təqdim edəcəyik. Deməli, əziz izləyicilərimiz, bax, gördüyümüz evimiz buradır. Rahatsızlıqla maşın həyətinə girir. Əziz izləyicilərimiz, Elit evlə aksaksı və kirayəsi kanalımıza abunə olun. Bax, gördüyünüz belə bir evimizdir. Bax, böyle bir su çəni var. Ay maşallah olsun. İşlər ki qutaracaq ha. Görürsünüz nə qəşəng dovşanlarımız var. Evə alana üstündə dovşan hədiyyə veriləcək. Qoy bəri başdan deyim. Bax, kondisioner nə kimi var, əziz izləyicilərimiz. Mən sizə elə burada tanış edirəm. Həyatında yaşıllığı da var. Xudmani bax, görürsünüz. Meyvə gətirən işə qaraqatı var. Kombisi, təzə bir kombisidir. Əziz izləyicilərim, belə bir kombisi var. Sonra buradan düz indi evin yəsi açıb, görürsünüz, padvala da yəni girişi var, rahatçılıqla. Qapı qoyulmuyub düzdür. Bir də evin bu bir bölümündən, yəni xıdamada banka, yəni xıda əşyalardan da bura yığmaq olar, gördüyünüz kimi. Və bir də bu bir tərəfdə də, evin bu bir tərəf arxasında da əzizlərdən. Buradan yol var, biraz qarağa tutub yolu. Və görürsünüz, belə bir ambar kimi istifadə edə bilərsiniz. Əşyalarınızı yığa bilərsiniz bura, artıq işlərinizi. İndi mən sizə bir də, gördüyünüz kimi, evimizin rəşatkasına kimi var. Uzun müddətli yaşayış olub bu evdə. İndi hal-hazırda yaşayırlar. Mən indi görürsünüz, evimiz də həm də kürsülüdür. İndi sizə evimizin içi ilə tanış edirəm. Deməli, indi evimizin içində sizə tanış edirəm, əziz izləyicilərimiz. Bax, gördüyünüz kimi, belə bir evimizin girişində rahatçılıqla bu mebellər düzə çıxacaq, həsəndir. Bu meyvələr eviyə aparacaq. Burada qalan əşyaları mən sizə deyəcəm, nələr qalacaq, əziz izləyicilərimiz. Birinci mətbəxi göstərirəm sizə. Belə bir mətbəximiz var. Deməli, mebellərimiz qalacaq. Bu mətbəx mebeli gördüyünüz kimi qalacaq. Burada qaz piltəsi var, o qalacaq. Və bir də xaladenlik qalacaq. Gördüyünüz belə bir pəncərəsi. Mətbəximiz genişdir, rahatçılıqla ev sahibi burada otururlar, çörəklərini yeyirlər, dururlar. İndi sizə qonaq otağımızı göstərirəm, əziz izləyicilərimiz. Belə bir qonaq otağımız var. Yuxarısı da gözəl işləməklədir. Deməli, lüstrlarımız qalacaq, əziz izləyicilərimiz. Bir də bu evdə kondisionerimiz, gördüyünüz kimi, təzə kondisionerdir. Təzə alınıbdır, özdə yaxşı da markadır, LC'dir. LC markasıdır, qoyduğum biləsiniz. İndi o bir otaqlarımızla sizə tanış edirəm, əziz izləyicilərimiz. Deməli, bir yataq otağımız buradadır. Belə bir geniş bir yataq otağıdır. İndi bir balaca yüngül var. Burada otaqda təmir ehtiyacı var. Aboyu sökülüb. Bax, gördüyünüz kimi belə geniş pəncərəsi işıqlandırır içərini. Əziz izləyicilərimiz, mebellərimiz çıxacaq burada da. Və ikinci bir yataq otağımız. Gördüyünüz kimi. Və bu yatağı da eviyəsinin oğlunundur. Və özü pəncərənin qabağını bağlayıbdır. Belə bir aksesuar yerləşdirib. Nəsə qaranlığı xoşlayır. Ona görə də pəncərəni bağlayıb. Və əziz izləyicilərimiz, bir də sizə samuzelimizi göstərirəm. Belə bir geniş samuzelimiz var. Gördüyünüz kimi, əziz izləyicilərimiz, tam əşyalıdır. Evimiz belə bir vəziyyətdə, əziz izləyicilərimiz, 82.000 manata satışa çıxarılıb. Evimiz paket kupçadır. Tex pasportu da var, çıxarışı da var, əziz izləyicilərimiz. Hər kim alsa Allah xeyrin versin. Elit evlə aksaksı və kirayəsi kanalımıza abunə olun ki, yeni ili belə gözəl evlərimizi sizə göstərək.